Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Salamlayıram hər birinizi Asan Kimya kanalından, xoş gördük. Bugün uşaqlar sizə dövri sistem atomun quruluşu mövzusundan 3-cü bölməni, yəni atomun elektron formunu izah edəcəm inşallah. Əvvəla uşaqlar onu qeyd edeyim ki, inşallah sizin imtahanınız yaxınlaşır. Hər birinizə uğurlar arzu edirəm. Allah inşallah əziyyətinizi yerdə qoymasın, zehninizi açıq eləsin, qələminizi yüngül eləsin uşaqlar. İnşallah girin. Uğurlu nəticələrlə, uğurlu göstəricilərlə də inşallah çıxarsın imtahanı. Ondan sonra gəlir növbəti imtahanımız, yəni blok imtahanı. O imtahana da var gücümüzlə hazırlaşırıq. Yəni inşallah ondan mütəmadi videolar da gələcək. Çalışacağam ki, sizə maksimum dərəcədə dəstək olum. Bu əziyyətin qarşılığında uşaqlar, baxın, bu video çəkilir, bunun çəkilməsi, montajı, paylaşılması, hamısı əziyyətdir, vaxt gedir, vaxt tələb olunur. Bunun qarşılığında sizdən təkcə istəyirik ki, bu videonu izləyəndə kanala abunə olasınız, videoları bəyənəsiniz. Fikirləriniz varsa, rəy bölməsində öz fikirlərinizi bildirin. Yəni, bacardığınız qədər bu videonun linkini paylaşın statusunuza, öz qrup yoldaşlarınızla, ətrafınızda qoyun, onlar da yayılsın, onlar da məlumatlansınlar. Başlayırıq uşaqlar izaha. İndi bu bölmədə biraz sual çoxdur. Ona görə mən buradan çalışacağım ki, oxşar suallardan birini izah eləyəm. Başladıq uşaqlar. Maksimum həyəcanlanmış halda hansı atomun ən çox sayda cütləşməmiş elektronu var? Uşaqlar, həyəcanlanma halında elektronlar birlik təkləşir. Düzdürmü? Yəni, o elektronlar tək hala keçir. Və uşaqlar, elektronlar tək hala keçəndə bu nəyi artırır? Valentliyi artırır. Yəni, ən çox cütləşməmiş elektron ən çox valentlik deməkdir. Burada da ən yüksək valentlik bilən xlor göstərir də, düzdürmü? 7 valentli olur. İkinci sual. Elektron formulu 3D5, 4S1 olan element dövri sistemdə hansı dövr, hansı qrupdur? Uşaqlar, artıq biz bunu görən kimi biz bilməliyik bu nədir? Xromdur, 24. Bu normalda 3D4, 4S2 kimi olmalıdır. Amma nə olurdu? S-in elektronunun biri, bir elektron sırayışı olurdu D-yə. 3D5, 4S1. Deməli, bu xromdur, düzdürmü? Artıq biz də bilirik xromun qrupu deyəndə 5 ilə 1-i toplayırıq. 6-cı qrup. Dövr deyəndə uşaqlar, deməli, bu neçənci dövrdür? 4-cü dövrdə. 4-cü dövr, 6-cı qrup. Bir də ki, D-də elektron varsa, əlavə yarım qrup. B variantı. Üçüncü sual. Hansı atomun normal halda xarici energetik səviyyəsindəki cütləşməmiş elektronların sayı ən azdır, ən kiçikdir, yəni ən kiçik valentliyi olan element hansıdır? Burada natrium 1 valentlidir. Elektron formulu 3D1, 4S2 olan elementin dövr hissəsinin mövqeyi. Baxın, qrup deyəndə bunları topladıq. 3-cü qrup, 4-cü dövr əlavə. Yəni, cavab demək uşaqlar. B variantı deyil, üzr istəyirəm. Burada əsasdır B-də. Cavab uşaqlar D variantıdır, D. 5-ci sual. Hansı atomun normal halda xarici energetik səviyyəsində cütləşməmiş elektronların sayı ən çoxdur? Yəni deyirik, ən yüksək valentlik göstərən elementdə. 6. İyonlarında elektronların sayı eynidir. İrq elementin elektron formu. Uşaqlar, deməli, elektron sayı indisə, baxıram burada neçə elektron var? 13 dənə protonu var, yükü də müsbət üst. Deməli, 10 elektron oldu da. Deməli, burada da 10 elektron var. İndi bunun protonu nə qədər olmalıdır ki, bu 1 elektron alsın, olsun 10 dənə. Deməli, bu 9 dənə də, düzdür? 9-dursa yazırıq 1S2, 2S2, 2P5 kimi. Flördür da bu, yəni cavab B variantı. 7. Atomun nüvəsində 22 proton olan elementin dövri sistemində mövqeyi. Uşaqlar, demişik ki, sıra nömrəsi 20-30 arasında olanlarda, baxın. Burada 2 dənə istisna var. 24, 1, 29. Bunları çıxın. Qalan bütün 21-dir, 22-dir, 25-dir, 26, 27, 28. Baxın, bunlarda qısa elektron formunu tapmaq üçün, mən 22 deyil, 20-nin üzərinə mən 2 gəlmişəm də, düzdürmü? Həmin o 2-ni yazıram D-yə. 3D2, yanına da bir dənə 4S2. Deməli, 4-cü qrup, 4-cü dövr əlavə. 4-cü qrup, 4-cü dövr əlavə. Amma bu 24, 29, 24 nə idi? Xrom idi. Bayaq izah elədim. 29 da mistidən, yəni kupriumdur. Bunlar ikisi istisnadır. Kuprium məsələn 29 deyil, 3D9, 4S2 olmalıdır. Amma 3D10, 4S1 kimi olur. Yəni bu istisnadır. Xromda bayaq qeyd elədik yuxarıda. 8-ci sual, uşaqlar, baxın, eyni sualdır. Qrup deyəndə yuxarını toplayırıq. 7-ci qrup, dövr deyəndə sonuncu əmsala baxırıq. 4-cü dövr, 7-ci qrup, 4-cü dövr və əlavə 3D, yəni D yarım səviyyəsində D orbitalında elektron varsa, deməli, artıq bu əlavə yarım qrupdur. 4-cü dövr, 7-ci qrup əlavə. Cavab C variantı.
Sonra uşaqlar 9. Normal halda 3D yarım səviyyəsində 6 elektron alan elementin alan yox, daha doğrusu olan elementin sıra nömrəsini müəyyən edin. Baxın uşaqlar, 3D yarım səviyyəsində 6 elektron nə deməkdir? Yəni bu 3D 6-dır. Əgər 3D elektron varsa, artıq 4S2 də deməli burada yerində durub da. Deməli uşaqlar, bunu mən 2 üsulla taparam. Ya birinci odur ki, əvvəlini tamamlayaram. 1S2, 2S2, 2P6, 3S2, 3P6, 4S2, 3D6 da. Bu düzdür. İndi bunların biz toplasaq eləcə 26. Yaxud uşaqlar, bayaqlar sizə qeyd etdiyim üsul ki, 20-nin üzərinə neçə gəlirsə D-yə yazılır. D-yə nə yazılır? Bu 6. Onda bu neçədir? 20 plus 6, 26. Həmçinin uşaqlar bu 10-da elədi. 11. Birinci, baxın 1A yarım qrup elementlərinin ümumi elektron formu uşaqlar. 1A hansıdır? Burada birinci qrup görün hardadır? Y variantındadır da. 2A uşaqlar deyirsə, onda NS2. Dördüncü qrupda yerləşən. Deməli, baxın bu 4-cü dövrdür, amma 6-cı qrupdur. Bu 4-cü dövr 7-ci qrup. Bu 4-cü dövr 5-ci qrup. Sonra qaldıq Y variantı 5-ci dövr 6-cı qrup. Amma uşaqlar cavab C variantıdır. 4-cü dövr 4-cü qrup və əlavədir gördük. 14 də həmçinin belədir. 15-ə baxırıq. Elektron formulu verilmiş elementlərdən hansı qüvvətli reduksiyicilik xassəsi göstərir? Deməli, hansı qüvvətli reduksiyicilik xassəsi göstərir? Onu deməli, birinci, ikinci qrup olmalıdır, üçüncü qrup olmalıdır. Əgər mən variantlar arasında 1 ilə 2 varsa, 1-i götürməliyəm. Yaxud 1 ilə 3 varsa, 1-i götürməliyəm. 2 ilə 3 varsa, 2-ni götürməliyəm. Niyə? Çünki mən bilirəm ki, reduksiyicilik xassəsi dövrlər üzrə sağdan sola artır. Yəni 7-ci qrupdan 1-ci qrupa doğru artır. İndi baxın burada ən kiçik qrup hansıdır? 2-ci qrup var da burada. 16. Elektron formulu verilmiş elementlərdən hansı daha güclü metallıq xassəsi göstərir? Uşaqlar, həmçinin uşaqlar, metallıq xassəsi də bu formadadır. Deməli, ən azından mən burada C-ni heç seçmirəm. Niyə? Çünki burada birinci qruplar var. İndi uşaqlar, axı biz dedik ki, metallıq xassəsi yuxarıdan aşağıya doğru güclənir. Düzdürmü? Artır da. Yəni, yuxarıdan aşağı doğru artır. Onda belə çıxır ki, dövrü böyük olanın metallıq xassəsi güclüdür də. Cavab B variantıdır. Həmçinin 17 belə, 18 uşaqları belə. Bax, məsələn, 18-də burada iyonlaşma enerjisi deyir artıq. Qısa elektron formulu verilmiş elementlərdən hansının iyonlaşma enerjisi ən kiçikdir? Uşaqlar, iyonlaşma enerjisi belə azalır. Düzdürmü? Yəni, soldan sağa azalır. Azalır deyiləm əstəğfurullah. Yəni, artır da uşaqlar. Birinci qrupdan 7-ci qrupa doğru bir iyonlaşma enerjisi, elektromənəfiliyi, oksiləşdirici qabiliyyəti, qeyri-metallıq. Bunlar hamısı artan kəmiyyətlərdir. Onda ən azarda olar, birinci qrupda olar da. Yaxşı uşaqlar, 19. Elementin dövrü sistemdə mövqeyini müəyyən eləyin. Bax, 1S2, bu birinci dövrdür. İkinci dövrdə 8 elektron var. 2S2, 2P6. Üçüncü dövrdə 4 elektron var. 3S2, ikisi getdi, onda P-yə ikisi qaldı da, 3P2. Deməli, bu 4-cü qrup 3-cü dövr elementidir və əsas yarım qrupdur. Niyə? Çünki 3D-də elektron yoxdur. 3-cü dövr 4-cü qrup, əsas. Cavab A variantı. Həmçinin 20 belə, 21 uşaqlar deməli, sıra nömrəsi 11-də elektron formu. 1S2, birinci dövr qutardı. 2S2, 2P6, ikinci dövr bitdi. Artıq baxın 10 dənə elektron işlətmişəm, yazmışam. Yəni qalıb 1-i, onu da 3S1-ə yazırıq da. Deməli, qısa elektron formulu 3S1 kimidir. 23. Həyəcanlanmamış halda P yarım səviyyələrində cəmi 9 elektron olan X atomunun proton sayını müəyyən edin. Deməli, uşaqlar, baxın, həyəcanlanmamış halda P yarım səviyyəsində cəmi 9 elektron olan. Deməli, uşaqlar, baxın, P uşaqları ümumiyyətlə 3 xanadan ibarətdir, düzdürmü? Yəni, P-dən maksimum 6 elektron ola bilər. Hər xanada 2 elektron olanda 6 dənə. Deməli, uşaqlar, burada P-də cəmi 9 elektron varsa, bu o deməkdir ki, baxın, 1S2, 2S2, 2P6 tam dolub, gəlib buradan, axı, cəmisi 9 elektron var, onun 6-sını burada qoyduqda 3-ü qalır.
3'ü hansı P-yə gedəcək? 3 P3-ə gələcək, düzdürmü? Onda mən bunun elektron sayını sayıram. 2, 4, bu da 6, 10, bu da 5, 15. Aydın oldu? Baxın, bir izah edirəm bu sualı, diqqətlə hər kəs baxsın. Deməli uşaqlar, bizə deyir ki, bunun P yarım səviyyəsində 9 elektron var. Mən də bildim ki, P-də maksimum 6 elektron ola bilər. İndi mən elektron formulu yazıram. Bax, 1s2, 2s2, 2p6, artıq 6-sı getdi. 9-dan çıxdım 6-nın 3 elektron qalıb. Axı 2p-dən sonra p1-də harda başlayır? 3-də başlayır da. Mən 3p-ni 2p-dən sonra yaza bilmərəm. Axı 2p-dən sonra 3s orbitalı gəlir. 3s-i də məcburi olaraq yazıram. Sonra həmin o 3 elektron qalmamışdı. P-yi onu da yazdım bura. Deməli, bu elementin, bu atomun elektron formulu bu cürdür. Sonra da buradakı elektronları topladıq, elədi 15. Cavab, yəni E variantı. 24-cü sual uşaqlar. Deməli, Y9 və Z14 elementlərinin əmələ gələn birləşmələrin formulu. Deməli, artıq uşaqlar siz, yəni qəbul imtahanına girən uşaqlar, indi ən azı bir lazılıqda olan var, 2 lazılığa gedən var, 3 lazılığa gedən var və s. Siz artıq bu 9-u görən kimi bilirsiniz ki, bu flördür. 14 də bilirsiniz silisiumdur və bilirsiniz ki, silisiumla florun birləşməsi silisium flor 4-dür. Yəni, day bunu hesablayıb, nəysə yazmağa, elektron formunu yazıb, valentliyi tapmağa ehtiyac yoxdur. Yəni, artıq siz belə suallarla işləməyi bacarmalısınız ki, imtahanda vaxt qazanasınız. İmtahanda vaxtı belə suallardan siz çıxarmalısınız, əldə eləməlisiniz. Aydındır, yəni belə sual, deyək ki, siz bunu həll eləsiniz normal üsuldan 1 dəqiqə, 2 dəqiqə vaxtınız alacaqsa, belə 5 saniyə, 10 saniyəlik bir şeydir. Deməli, silisium flor 4, silisium nədir? Z, Y4, cavab A variantı qutardı. Bunlar hamısı belə 26. Hansı element hidrogenlə RH2 tipli uçucu olmayan? Baxın, RH2 uşaqlar 2 qrupda var. Bir ikinci qrupdadır, bir 6-cı qrupda. Bu uçucu deyil, yəni X qoyaq. Bu isə uşaqlar uçucudur. Burada qoyaq yaşıl yanına. İndi uşaqlar uçucu olmayan deyirsə, deməli mən neçəni götürəcəm? İkinci qrup, düzdürmü? İkinci qrup kalsiyum. Sonra uşaqlar 27, baxın sıra nömrəsi, bax D-dəki elektronu gəl 20-nin üzərinə. Neçələdir? 28. Həmçinin uşaqlar D-dəki elektronu 0-a gəl 20-nin üzərinə. Neçələdir? 20 yenə. Cavab yəni 20. Sonra uşaqlar, deməli, baxırıq burada. Biz dedik ki, radius müsbət 0 mənfi istiqamətində artır. Düzdürmü? İndi uşaqlar müsbətdən 0-a doğru artır. Düzdürmü? 2-yə baxırıq. 0-dan mənfiyə, 0-dan mənfiyə də artır. Amma 0-dan müsbətə artıq bu geri qayıtmaqdır, yəni azalmadır. Deməli, 1 ilə 2 artır, 1-2 artır, 3 azalır. Yəni 29-cu cavab B variantı olacaq. Sonra uşaqlar, baxın, bu 30-31 eyni sualdır. Hansı elektron formulu iyonların hamısına aiddir uşaqlar? Baxın, əvvəlcə elektron formulu, elektronların sayına baxaq. 18, 18, 18. Yaxşı. 18 deyil, 1s2, birinci yarım səviyyə getdi. 2s2, 2p6, ikinci yarım səviyyə bitdi. 3s2, 3p4 kimi yazsaq 16 olar. Biz 18 tapmışıq. 3p6 kimi. Deməli uşaqlar, baxın, 2 elektron burada, 6 burada, 8 də burada. Toplayın bunu. Görün, 16 elədi. Elədi uşaqlar. Daha doğrusu 16 deyirəm belə. 18 elədi uşaqlar. 18 elədi. Nəyə görə biz arada səhvləmişik? Burada 8 elektron var. Deməli uşaqlar, bunları toplasaq 18 elektron. Deməli, qısa elektron formulu 3s2, 3p6 kimidir. Sonra gəldik burada. Radiusun artma sırası dedik. Müsbət 0 mənfi. Yəni M0N. M0N. Yəni cavab Y variantı. Həmçinin 35-də belə. 36-37 eyni sualda 37-yə baxaq. Dövr sistemində mövqeyi üstün topla elədi neçə? 9. Biz demişik ki, yuxarının cəmi 8, 9, 10 eləsə bu element 8-ci qrup elementidir. Deməli 8-ci qrupdur. Dövr deyəndə 4-cü dövr. 8-ci qrup, 4-cü dövr əlavə. Baxın 8-ci qrup, 4-cü dövr əlavə. Yox, əgər yuxarının cəmi 11 eləsə 1, 12 eləsə 2-ci qrupdur. Amma 8, 9, 10 eləsə artıq bu olur 8-ci qrup. Sonra 38. Element hidrogenlə RH2 tipli uçucu. Uçucu deyirsə artıq RH2 6-cı qrupdur bu.
bu elementin elektron formulunu müəyyən eləyin uşaqlar. Baxın görün burada 6-cı qrup harda var? C variantında. Sonra uşaqlar gəldi 39 RH tipli uçucu. Uçucudursa RH 2 dənə qrupda var da, düzdür? Birinci qrupdadır. Bir də 7-ci qrupdadır. Uçucu deyilsə mən 7-ci qrupu götürməliyim. 7-ci qrupdursa baxın 7-ci qrup B variantı. 40-41 uşaqlar. 41-ə baxaq. Qısa elektron formulu 3D2 4S2 olan elementin dövrü sistemdə mövqeyidir. 4-cü dövr, 4-cü qrup əlavə. 4-cü dövr, 4-cü qrup əlavə. Cavab B variantı. Sonra uşaqlar gəldik burada 42-ci suala. Sırasında elektronların sayının onun yükündən asılıdır. Deməli uşaqlar baxırıq. Elektron sayı 18, elektron sayı 18, elektron sayı 18. Amma iyonların yükü baxın müsbət 2, mənfi 1, mənfi 2 fərqlidir. Lakin iyonların yükü dəyişib, amma elektron sayı dəyişməyib. Deməli asıl deyil də burada. Nə var burada? Sonra 44. Azot atomunda və azot molekulunda neçə cütləşməmiş elektron var? Uşaqlar yadınızda saxlayın ki, molekul deyəndə uşaqlar baxın, molekul N2-dir. Aydındır. Amma atom azotdur. Yəni molekul azot qazıdır. Molekulda cütləşməmiş elektron yoxdur. Niyə yoxdur? Çünki həmin o cütləşməmiş elektronlar bu rabitələrin yaranması üçün sərf olunur. Yəni qalmır. Bəs bu azot molekulunda 3 dənə rabitə var. Onlar hansı elektronlarla yaranır? Cütləşməmiş elektronlarla da, düzdürmü? Ona görə molekulda 0-dır. Amma atomuna qalanda 1s2, 2s2, 2p3 kimi deyil. Sıra nömrəsi 7-də. Baxın, P-də 3 elektron təkdir. Deməli 3 dənə cütləşməmiş. Atomda var, molekulda yoxdur. Həmçinin 45-də belə. Gəldi uşaqlar 46-cı suala. Deməli uşaqlar baxırıq bu dövr sistemində mövqeyin. Baxın, bu halqalar dövrdür. Bax, birinci dövr, bu da ikinci dövr. Deməli bu neçənci dövr elementidir? İkinci dövr elementi. Baxın, bu qırıq xəttlər uşaqlar elektron təbəqəsi deyil. O bilirsiniz nədir uşaqlar? O nüvədir, nüvə. Yəni nüvəni işarə eləyir. Deməli, tam halqalar bizə göstərir dövrün sayını. İkinci dövr. Bəs uşaqlar biz qrup tapsaq, necə tapacaq qrupu? Biz demişik ki, qrup nədir? Xarici elektron təbəqəsindəki elektronların sayı. Yəni sonuncu dövrdəki elektronların sayı 1, 2, 3 və 4. Deməli, ikinci dövr, dördüncü qrup. İkinci dövr, dördüncü qrup uşaqlar və təbii ki, əsasda zaten bu əlavə ola bilməz. 47 uşaqlar yenə eyni şeydir. Baxın, bayaqlar bunu sözlə yazmışdı. İndi birləşməni göstərir. Bu atomdur, bu molekuldur. 48. Hansı elektron formuluna malik olan element oksilləşdirici ola bilməz? Demək uşaqlar, oksilləşdirici ola bilməyən elementlər, yəni birinci, ikinci, üçüncü qrup elementləri, hansı ki metallar yalnızca reduksiya edici olar. Baxın, üçüncü qrup B variantı. Həmçinin 49 da eyni sualdır. 50 də eyni sualdır. Sonra uşaqlar, deməli, xlor atomunun və iyonun elektron formu. Baxın, atomda uşaqlar 17-dir proton sayı. Onun axırı olacaq 3s2, 3p5 kimi. Amma iyondasaq bu bir elektronu artacaq, bu olacaq 18. 18 olsa bu olacaq 3s2, 3p5 olacaq 3p6-da. Deməli, 3s2, 3p5, 3s2, 3p6. Yəni cavab Y variantı. 52. X atom hidrogenlə XH tipli uçucu birləşmə. XH bayaq qeyd elədim. Uçucu olmayan birinci qrupdur. Uçucu olan 7-ci qrup. Deməli, X 7-ci qrup elementdir. Xarici elektron təbəqəsindəki neçə elektron var? Demişik, xarici elektron təbəqəsindəki elektronların sayı qrupun nömrəsidir. 7-ci qrupda 7 dənədir. Sonra uşaqlar, gəldik 53-də. Deməli, hansı element atomlarında bütün elektronlar cütləşmişdir? Baxın uşaqlar, kalsiumun axırı 4s2-dir. Yəni S2-si də cütdür, düzdürmü? 16-ın qısa elektron formulu 3s2, 3p4 kimidir. Baxın, 3p4 görünüşcə 4 deyirsiniz, 4 cütdür. Amma söhbət ondan getmir ki, orbitalda yerləşməsinə baxmayıq. Baxın, ikisi təkdir. Litium uşaqlar 1s2, 2s1-dir. Yəni S-dəki elektron təkdir. Natrium qısa elektron formulu 3s1-dir. Yəni S orbitalında elektron təkdir. Amma helium isə 2-dir. Zaten bir dənə S-i var. İçində 2 dənə elektron var. Cüt. Deməli 1 ilə 5 oldu da cüt olan.
54 uşaqlar. Deməli 54-cü sualda X3 müsbət iyondakı elektronların sayı kalsium izotopunda olan neytronların sayından 1 vayt çox. Deməli, neytron burada 20 dənədir. Deyir ki, bundan 1 vayt çoxdur. Yəni, burada 21 elektron var. İndi mən X-dan 3-ü çıxmışam, bu 21 qalıb. Deməli, X əvvəl neçə imiş? 24. 24-ü görən kimi xromu fikirləşirik. Xrom elektron formulu 3D5, 4S1. Cavab C variantı. Deməli, cütləşməmiş elektronların sayına. Baxın, uşaqlar. Deməli, burada uşaqlar. S-in bir xanası var, təkdir. P-nin 3 xanası var, 3 dənə elektron, hər biri təkdir. D-də də uşaqlar 5 xana var. Burada da 3D3-dür, yəni hamısı tək. Deməli, burada saysaq 7 dənə elektron, hamısı tək vəziyyətdə yerləşir də. A variantı. Həmçinin bunlar da eyni suallardır. 58. Deməli, uşaqlar 58. Həyəcanlanma halı, uşaqlar, həyəcanlanma halında S-dəki elektronlar təklənməlidir. Yəni bunlar heç bir uyğun deyil. Qaldıq A yoxsa D uşaqlar. A variantı 1S2, 2S1-dir. Yəni bu litiumdur. Bu zaten həyəcanlana bilməz. Cavab qalır A variantı. Sonra 60 iyonunda 23 elektron var. Yaxşı, müsbət onda çıxırdıq da. X-dan sən 3 çıxmısan, 23 elektron qalıb. Onda X-da 26 elektron var. Demişik ki, 26-cı elektron formulu 3D6, 4S2 kimi 8-ci qrup, 4-cü dövr əlavə. 4-cü dövr 8-ci qrup əlavə. Cavab D variantı. Həmçinin bunlar eyni suallardır. 62-də bayaq izah elədiyi oxşar sual, amma yenə deyil. Deməli, buradakı elektronların sayı X3 mənfi iyonunda olan elektronların sayından 8 vayt azdır. Yaxşı. Burada 10 dənə elektron var və bundan 8 vayt azdır. Onda belə çıxır ki, onun üzərində 8 gələr, amma 18. Belə çıxır ki, X3 mənfidə 18 elektron var. Yaxşı, X plus 3 bərabərdir 18. Onun X nəyə bərabərdir? 15-ə. 15 fosfordur da yazaq 1S2, 2S2, 2P6, 3S2, 3P3 kimi. Deməli 5-ci qrup, 3-cü dövr. Amma onu soruşmuyor. Bizdən qısa elektron formunu soruşur, yazaq. Həmçinin bunlar hamısı eyni suallardır. Gəldik. 67. İyonlar üçün hansı müddəa doğrudur? 10 elektron, 10 elektron, 10 elektron. Elektron formulları 1S2, 2S2, 2P6 kimi. Uşaqlar, baxaq görə elə. Həqiqətən elədir. Burada neçə elektron var? 10 elektron. Ax, bunlarda da 10 elektron var. Deməli, elektron formulu bu cürdür da, düzdür. Digər variantlara keçməyimizə əsas qalmadı. Hansı iyonun elektron formulu alüminium 3 müsbət iyonun elektron formulu indi. Baxıram, burada 10 elektron var. Yəni bunların hansında 10 elektron varsa onların elektron formulu eyni olar da, B variantı. Sonra uşaqlar 71-ci sual. Hansı qrupların əsas yarımqrup elementlərində cütləşməmiş elektronların sayı normal halda 2-yə bərabərdir uşaqlar. Deməli normal halda uşaqlar 2-yə bərabərdir hansı qruplarda? 4-cü qrupda, bir də uşaqlar 6-cı qrupda. Baxın, misal üçün izah da verək. Niyə? 4-cü qrupda məsələn silisium 14-dür sıra nömrəsi 1S2, 2S2, 2P6, 3S2, 3P2. Baxın, normal halda burada cütləşməmiş elektronlar P-dir. 2 dənə tək elektron var, amma 2 dənədir görürüz. Yəni biz 2-yə. Məsələn, 6-cı qrupdan da kükürt 16-dır. 1S2, 2S2, 2P6, 3S2, 3P4 kimi. Düzdürmü? Bu da 3P4'dür. Baxın, P'yə baxın. Yenə burada da 2 elektron tək vəziyyətdədir. Yəni 4-cü qrupdan 6-cı qrupda normal halda 2 cütləşməmiş elektron var. Deməli 73 kükürt atomunun həyəcanlanma vəziyyətinin formulu verilib. Bu formula uyğun birləşməsini tapmalıyıq. Yəni baxaq ki, elə burada kükürtün valentliyi neçədir? Bax, S-dəki təkdir. Bizə bu lazım deyil. Deyim ki, valentliyi cütləşməmiş tək elektronlara sayına bərabərdir. Düzdür? Bax, 3P3, yəni P-də hər elektron təkdir. Bir dənə də uşaqlar D-də indi 5 xana var, burada da biri təkdir. Deməli 4 dənə tək elektron var. Kükürt 4 valentli olmalıdır. 4 valentli hardadır? D variantında.
75 uşaqlar. Hansı atomun normal halda xarici energetik səviyyəsindəki cütləşməmiş elektrondan sayı ən çoxdur? Uşaqlar, normal halda cütləşməmiş elektron, yəni normal haldakı valentdir. Mən bilirəm, xlor normalda 1 valentli olur. Azot 3, kürd 2, silisium 2, natrium da 1. Hansı çoxdur? B variantı. 76 belə. İyona uyğundur. 28 elektron var. Bəli, 30 protonu var. Yükü də 2-dir də. Çıxdım 28. Bir düzdür. 35 neytron. Uşaqlar, neytron yükdən asılı deyil. Yəni 35-dən 30-u çıxdın, 35 neytron var. Daha doğrusu 65-dən 30-u çıxdın, 35 neytron var. Düzdür. 32 elektron var. Yanlışdır. Cavab 1 və 2. Sonra uşaqlar, 78-ci sual. Deməli, bu istiqamətdə uşaqlar, atom radiusu necə dəyişir, proton sayı necə dəyişir, elektron sayı necə dəyişir uşaqlar. Deməli uşaqlar, mən x0-dan 2 elektron çıxdım. Bu oldu neçə? X müsbət oldu da. Daha doğrusu x müsbət yox, yəni x2 müsbət oldu. Düzdürmü? İndi biz demişik ki, atom radiusu x müsbət, x0, x mənfi sırasında artır. Bu sıfırdan müsbətə keçdi. Yəni neytraldan katyona keçdi. Deməli bu azalacaq. Nə azalacaq? Daha doğrusu atom radiusu burada azalacaq. Deməli radius azalmalıdır. Ya A-dır, ya D-dir. Proton sayı uşaqlar dəyişmir. Cavab qaldı A variantına. Elektron sayı uşaqlar bura mənfidirsə elektron sayı azalır. Müsbətdirsə artır. Cavab A variantı. Sonra uşaqlar, deməli, elektron formuna malik element kürd ilə birləşməsində maksimum valentlik göstərir. Bu birləşmənin formulunu müəyyən eləyin. Yaxşı uşaqlar, maksimum valentlik göstərir. Bu birləşmənin formulunu müəyyən eləyin. Yaxşı uşaqlar, deməli, bu elektron formuluna malik olan element 4s2, 4p2 kimi. Düzdürmü? Baxın indi, bunun biz orbitallarını çəkək, hətta buradan yer açaq özümüzə. Deməli uşaqlar, 4s2, 4p2-dir. Baxın, S-də cüt elektronu var, P-də də uşaqlar 2 tək elektron var. Düzdürmü? Və uşaqlar, maksimal valentlik həyəcanlanma zamanı olur. Onda bu element həyəcanlanır. Həyəcanlanma zamanı nə olur? Baxın, bu S-dəki bu tək cüt elektronun biri gəldi P, yəni bir elektron bura gəldi. İndi baxıram tək elektrondan sonra görürəm oldu 4. Deməli bu 4 valentli olur. Şürtdə uşaqlar 2 valentlidir, X da 4 valentli. Onda bunun formulu necə olacaq? X S2 kimi olacaq da. Aydın oldu. Yəni əgər bizə burada deməsəydi ki, maksimum valentlik göstərir, biz onun 2 valentlik götürərdik X-i. Amma maksimum deyilsə artıq deməli bu həyəcanlanmadan sonraki valentlik nəzərdə tutur da. 81, 27 proton demişdim bayaq, 3D7, 4S2. Deməli, yuxarının cəmi 9 elədi. 8, 9, 10 eləyirsə, deməli bu 8-ci qrup elementidir. 8-ci qrup 4-cü dövr əlavə. Yəni, cavab D variantı. Həmçinin 82 belədir, 83, 84 belədir. 85 uşaqlar sadə sualdır. Sıra nömrəsi 6-dırsa 1S2, 2S2, 3S2. Düzdürmü? Bəs bu 1S2, 2S2, 3S2, deməli 6 getdi, 3P2. Deməli 1-i 3S2. Uşaqlar, biz burada 2S2, 3S2 səhvən yazdıq. Özür dilərim, bu niyə belə elədik biz? Deməli 1S2, 2S2, 2P2 kimidir bu. Yəni 2S2, 2P2. Bu isə 1S2, 2S2, 2P4 kimidir. Yaxşı uşaqlar, deməli biri S2P2, biri S2P4. S2P2, S2P4 cavab D variantı. 87. Hansı elementlərin normal halda xarici P yarım səviyyəsi yalnız cütləşməmiş elektronlardan təşkil olunmuşdur. Yalnız cütləşməmiş elektronlardan təşkil olunmuşdur. Baxın uşaqlar,
P uşaqlar o zaman cütləşmiş olar ki, yəni tam cütləşmiş olar ki, P6 olsun. Yəni P6 deyilsə, 5-dirsə, 4-dürsə, 3-dürsə, 2-dirsə, 1-dirsə bu cütləşməyib, aydındır. Yəni P olsa 4, P olsa 4. Baxın, P olanda 4, yenə burada biri cüt olur, ikisi tək olur da. Bir halda bu şərt ödənir ki, P6 olsun. Yəni hansında P6 deyilsə, deməli orada tam cütləşmə yoxdur. Amma bizə deyir ki, yalnız cütləşməmiş elektronlardan ibarət olsun. Ona görə də biz bunların hamısının elektron formullarını bir-bir yazıb yoxlamalıyıq. Bax, A variantında uşaqlar karbon 2s2, 2p2, düzdürmü? Baxın P2, yəni ikisi də təkdir. Alüminium uşaqlar 1s2, 2s2, 2p6, 3s2, 3p1 kimidir. Düzdürmü? Bu p1'dir. Buradan da görünür ki, təkdir. Baxaq bir dənə fosfora 15, 1s2, 2s2, 2p6, 3s2, 3p3. Yəni burada da p-nin 3 xanası var, 3 tək elektronu var. Deməli cavab elə A variantı oldu. Digər variantları yoxlamaq lazım olmadı. 88 də belədir. 89. Neytral Y atomunun qısa elektron formulunu müəyyən eləməkdir. Deməli uşaqlar, əvvəlcə mən burada elektron saydım. Bax 16 -2 deməli 18. 18 elektron var. A plus 6 18. Onda A özü nə qədərdir? 12. Burada 12 elektron var. İndi mən 3-ünü çıxmışam, Y-dən 3-ünü çıxmışam, 12 qalıb. Onda Y-də əvvəl nə qədər imiş? 15. 15 nə idi? Fosfor. Bayaq tapdıq da bunu. 3s2, 3p3. Bunlar sadə suallardır uşaqlar. Bunların görünüşündən qorxmaq lazım deyil. 1 molunda bu elektron formulunu tamamlasaq görürük 10 elektron var. Deyir ki 1 molunda 10 elektrona malik olan 2 mol iyon, 1 molunda 1s2, 2s2p6 elektron formuluna malik 2 mol iyonu olan maddəni hesablayın. Hə, yəni uşaqlar bu elədi 10. Düzdürmü uşaqlar? İndi bunun 2 mol oldu ki, yəni 20 dənə olsun da elektron. 1 molunda 10 elektron var. 2 molunda olacaq 20 mol. Daha doğrusu 20 elektron. Üzr istəmiş ola biraz xəstəyəm. Səhhətim problemidir, ona görə belə problemlər olur bəzən. Elədi uşaqlar 20 elektron. Deməli uşaqlar, indi baxaq görə elə biz 20 elektron olması üçün hər atom da gərək 10 elektron ola da, elə deyil. Bax, buradan mən çıxıram kaliumu. Niyə? Çünki kalium 19-dur. Bundan 10 elektron almaq olmaz. Yəni ayrılıqda 10 elektron olmalıdır da. Çıxdım xlorda. Qaldım uşaqlar bu üçünün arasında. Uşaqlar burada ona uyğun olan bu 2 dənədir. Elə bil ki bunlar yapbozlar. Bunda 9 dənə, burada 11 dənə, cəmi elədi 20 dənə uşaqlar. Aydındır. Birləşmədə də natrium flor deyil, natrium müsbət olur, flor mənfi. Baxın, natrium 11 idi axı, bunun 10 elektron qaldı. Flor da 9-dur, bunun da oldu 10 dənə elektronu bərabər. Deməli cavab natrium flor. Cavab D variantı yəni. Buralar da keçdi uşaqlar. Deyir ki, XN iyonu XM iyonuna çevrilikdə radius azalır. Axı biz dedik müsbət 0 mənfi sırasında radius artır. Deməli XN XM-ə çevriləndə azalır, sonra bu mənfidir, bu müsbətdir. İndi baxırıq 93-cü suala. Bizə deyir ki, N-M-dən böyükdür, yanlışdır. 2 düzdür. XN iyonu müsbət yüklüdürsə, XN iyonu müsbət yüklüdürsə, XM iyonu da müsbət yüklüdür uşaqlar. Bir dəqiqə. Biz bunu səhv başa düşdük, yoxsa yox? Xeyr uşaqlar, bu səhvdir. Deyir ki, XN iyonu müsbət yüklüdürsə, XN müsbət yüklüdürsə, XM iyonu da müsbət yüklüdür. Xeyr uşaqlar, bu yanlışdır. Cavab yalnız 2. D variantı. 94. 3s yarım səviyyəsində 1 elektron olan elementlə 3p yarım səviyyəsində, baxın 3s-də 1 elektron, yaxşı 3s1, 3p yarım səviyyəsində 5 elektron olsun. Yaxşı alır, baxın bu 3s1, burada 1 valentli, 3p5, baxırıq burada,
3p5-i yazsaq, burada da bir tək elektron olacaqdır. Yəni hər ikisi bir valentli olacaq. Deməli formul necə olacaq? X, Y. Həmçinin 95 də eyni sualdır. 96, 97-yə baxaq. Deməli elektronların sayı n qədər. Deməli uşaqlar, baxın mən X-dan 1-i çıxmışam. Daha doğrusu X yox, aşağıda proton sayını verib də. A-dan 1-i çıxmışam. B-dən 3-ü çıxmışam. C-nin üzərinə 3 gəlmişəm, olub bərabər. Onda belə çıxır ki, burada ən böyük B-dir. Çünki B-dən 3-ü çıxmışam axı. Sonra uşaqlar, A böyükdür, ən kiçikdir uşaqlar C-dir. Niyə? Çünki hələ mən C-nin üzərinə 3 əlavə eləmişəm, bunlara çatıb da. B, A, C. B, A, C, cavab C variantı. 98, 99 uşaqlar. Baxın, bunlar həyəcanlanma enerjilərdir. Yəni, mərhələlərin sayına uyğundur. Y1, Y2, Y3. Əgər 3 dənə mərhələ varsa, yadınıza saxlayın, bu 7-ci qrupdur. Əgər Y1, Y2 varsa, bu 6-cı qrupdur. Əgər yox, təkcə Y1 varsa, yəni bu digər qrupdakı elementlərin həyəcanlanmasını göstərir. 5-ci qrupda olar, 4-də olar və s. Yəni 3 mərhələ varsa 7-ci qrupda, 2 mərhələ varsa 6-cı qrup. Ən azından bunu bilin. Burada 3 mərhələ 7, burada 2 mərhələ 6. Cavab B variantı. 100-cü sual. X2 mənfi ionunun elektron formulu 3p6 ilə qutarır. 1s2, 2s2, 2p6, 3s2, 3p6. Buradakı elektronlara baxıram. Görəm 18 elektron var. İndi x 2 mənfi odur ki, x plus 2 bərabərdir 18-də. Mənfi olanın üstünə gəl yaxı. Onun x neçədir? 16. Düzdürmü? 16 olan uşaqlar nədir? Kükürt. Artıq bundan başlayırıq həll edir. Deyir ki, XO oksini suda həll etdikdə əmələ gələn məhlul lakmusu qırmızı. Bəli uşaqlar. SO3 turuş oksiddir. Bunu suda həll edəndə H2SO4 əmələ gəlir də. Düzdür? H2SO4 turşudur. Turşu da lakmusu qırmızı rəngə boyuyur. Deməli, bir düzdür. X elementi metallarla birləşmə əmələ gətirmir. Yanlış uşaqlar. Niyə sulfit duzları yoxdur? Məsələn, natrium sulfit və s. X elementi NO3 iyonu ilə birləşməsəməkdir. Xeyr uşaqlar. Yalnızca 1. Həmçinin 101-də belədir. Gəldi 102-ci sual. Elektron formulu sonluğu ilə qurtaran ilk atom uşaqlar. Bunu artıq mən görən kimi bilirəm. Xlorda 17. Yaxud da bunun əvvəlini tamamlayaram. 1s2, 2s2, 2p6, 3s2, 3p5 elektron sayın xlordur. X atomu ilə polyar kovalent rabitəli. Deməli uşaqlar, bizə deyir ki, polyar kovalent rabitəli. İndi mən Y-i bildim xlordur da. Düzdürmü? İndi X əgər metal olsaydı bu iyon rabitəsi olardı. Ona görə mən bu metalları buradan çıxıram. Düzdürmü? Bunu çıxdım. Bir də bizə deyir ki, bu birləşmənin formulu müəyyən elə. Axı mən bilirəm burada Y xlordur. Xlor burada da yoxdur, burada da yoxdur. Cavab bir dənə qaldı C variantı da. Yəni bu cür asan üsuldan həll etmək olur. 104. X2 müsbət iyonun qısa elektron formulu bu cürdür. Mən baxıram burada 10 elektron var. İndi X-dan mən 2-ni çıxmışam 10 qalıb. Onda X-də əvvəl neçə proton var imiş? 12 proton. Yaxşı. X atomu ilə Y atomu bu cür birləşməyə gətirir. 12 proton olan uşaqlar nədir? Maqnezium. Maqnezium 3 Y2 birləşməsi. Baxıram burada Y3 valentli olmalıdır. 3 valentli olan nədir burada? Fosfordur da. Düzdür. Yəni cavab Y variantı uşaqlar. 105-106-cı sualda baxaq 106-ya. Deməli 3D yarım səviyyəsindəki elektronların sayı burada 0-dır. Bu isə 4s1-dir. Deməli uşaqlar artıq bu necədir? Baxın. 1s2, 2s2, 2p6, 3s2, 3p6, 3d0, 4s1. Yəni bunun 19 protonu var. Burada uşaqlar 3D6, 4S2-sə bayaq bunu sizə izah elədim də D-nin üzərinə 6 gəlməmiş. Onu 20-nin üzərinə gəlir 26 proton. Bu isə 3D0, 4S2-də artıq bu da birlik 20 kalsiyumdur. Deməli uşaqlar, hətta gəlin biz bura yazaq 19 olan kaliumdur. 26 olan uşaqlar nədir? Dəmirdir. 20 olan da kalsiyumdur. Düzdürmü? Bizdən soruşur nəyi? Metalların aktivliyi üçün münasibəti müəyyən edin. Uşaqlar, mən də bilirəm aktivlik deyəndə burada ən aktivi kaliumdur, sonra kalsiyumdur, sonra da dəmirdir də. Yəni X
Sonra gəlir Z, sonra gəlir Y. Cavab Y variantı. 107-ci sual uşaqlar. X və Y-in əmələ gətirdiyi birləşmənin formulunu müəyyən eləyin. Deməli, əmələ gətirdiyi birləşmə molekulunda 32 elektron var. Və biz də formulu müəyyən etməliyik. Baxıram X 4-cü dövr, 6-cı qrup əlavə. Baxın 4-cü dövr olmalıdır, 6-cı qrup olmalıdır. Yaxşı, onda bu 4-cü dövrdürsə bunun axırında 4s2-si var. Düzdür? İndi 6-cı qrup sonda bunun əvvəli 3D4-dür də. Düzdür? Bu cür olmalıdır. Artıq mən bunu gördüm. Bu bildim xromdur da. Düzdürmü? Xromda bu formada olmaz. Bunu sizə bu videoda da bir neçə dəfə dedim, yenə də deyim. Xromda olar 3D5, 4s1 kimi. Yenə də bizim şərt ödənəndə 4-cü dövr, 6-cı qrup əlavə. Deməli, bunu tapdıq xromdur. 2-yə baxırıq. İkinci dövr olmalıdır 6-cı qrup. İkinci dövr 6-cı qrupdur. Sonra bu 2s2, 2p4 kimi ola bilər. Bunun da əvvəlini yazsaq 1s2 olacaq, buna 8 oksigen. Düzdürmü? Deməli, biri xrom, biri oksigen. Deməli uşaqlar, baxsaq burada əmələ gətirdiyi birləşmədə elektronların sayı 32 olmalıdır. Aha uşaqlar, deməli bir dənə xromda 24 elektron var. Bir dənə oksigenda 8 ilə bunların cəmi 32 eləyirsə, deməli hərəsindən bir dənədir də X, Y. Yəni bir dənə xrom var, bir dənə oksigen var. Yox, misal üçün əgər deyək ki, olsaydı ki, əmələ gələn birləşmədə elektronların sayı məsələn xrom moistek kimdə 24, üzərində gəlsin o da 24, 48 dənə olsaydı məsələn 48. Deyərdim burada bir dənə xrom var, 24 bir dənə xromdur, 3 dənə də oksigen var əlavə. Xrom moist deyərdim. Və s. yəni belə. Yaxşı, 108 də keçdik, 109. Qısa elektron formulu 3D3, 4S2 olan elementin atomunda neçə cütləşməmiş elektron var? 7 uşaqlar ilə 3 dənə cütləşməmiş elektron var da, bunları keçirik. Baxın, 113 bayaqsı dedim, yuxarının cəmi 11 eləyirsə, deməli bu birinci qrupdur. 4-cü dövr, birinci qrup əlavə. Və s. uşaqlar. Bunlar hamısı oxşar suallardır da, çox izah eləmirəm. Məsələn, baxın, bu 114 izah eləmişik. 115, 116, hətta bu səhəfi ümumiyyətlə izah etdiyimiz suallardandır. 121-ə bax. Elementin uçucu hidrogenlə birləşməsinin formulu. Uçucu silisiumda, daha doğrusu silisium deyəndə bu 4-cü qrup elementin, düzdür? Baş oksidin formulu. İndi R uşaqlar 4-cü qrup elementidir, oksigen də 6-cı qrup 2 valentlidir. R-də uşaqlar 4 valentlidir. Demişik, baş oksidlərdə necə olur? R2O4, yəni RO2. X-i tapdıq, RO2. Element atomunun xarici təbəqəsinin elektron uşaqlar. Baxın, görün, indi bunlardan RO2-lərdən hansı 4-cü qrupa uyğundur? C variantıdır. 123. Hansı halda verilmiş atomların normal vəziyyətdə cütləşməmiş elektronlarının sayı düzgün göstərilmişdir? Yaxşı, baxaq. Deməli, natrium 3s1-dir. Düzdürmü? Bir dənə. Karbon 1s2, 2s2, 2p2, p2, 2 dənə buradadır. Xrom uşaqlar 24, bayaqları onu yazdı. Artıq bunu da əzbər bilməlisiniz. 3d5, 4s2, yəni D-də olan 5 elektron hamısı təkdir. Bir dənə də isə tək var, 6 dənə də burada. Cavab nə olduğunda Y variantı. Yaxşı, eyni elektron formuluna malik tərsi qaz və iyonlar arasında uyğunluğu müəyyən edin. Deməli, baxın, burada 18 elektron, burada 10, burada 10, burada 18, burada 10. Onda belə çıxır ki, 2, 3, bir də 5 aiddir ikinciyə. Düzdürmü? 10 dənə də, 1 dənə də 4 bura getdi. Cavab A variantı. 126. X atomunda S, P və D orbitallarında olan elektron sayı üçün doğru münasibət. Baxın uşaqlar, deməli, bizə proton sayı tapmaq lazımdır. Biz demişik ki, neytron ayrı çıxılsın protondur. Proton nədir onda? Ayrı çıxılsın neytron. Eyni ilə mən çıxıram 56-dan 30-u, tapıram 26 protonu var. Sonra elektron formunu yazıram. 1s2, 2s2, 2p6, 3s2, 3p6, düzdürmü? Sonra gəldim buradan 3d6, 4s2 kimi.
Yaxşı. Deməli S-də. Baxırıq S-də. Bax S. Bura yazırıq, P bura yazırıq, D-də bura. D-də bura yazırıq. Düzdürmü? S-də 2, 4, 6, 8. P-yə baxıram. 6 dənə burada var, 6 dənə də burada var. 12 dənə. Sonra uşaqlar qaldıq D-yə. D-də də cəmi 6 elektron vardı. Onda belə çıxır. P böyükdür S-dən, o da böyükdür D-dən də. Cavab nə oldu? D variantı bu sualda. Sonra uşaqlar 128-ci suala baxırıq. Deməli, elektronların energetik səviyyələrindəki sayılar üçün hansı doğrudur? Baxın uşaqlar. 13, 1s2, 2s2, 2p6, 3s2, 3p1 kimi. A uşaqlar ikinci yarım səviyyədə, yoxsa ikinci xəttdə. İkinci yarım səviyyədə bunun neçə elektron var? 8. Bura yazdıq 8. 20, 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s2 kimi. Uşaqlar B burada 3-cü yarım səviyyədə. Baxıram 3-cü yarım səviyyədə bunun 3s2, 3p6, yəni 8 elektron var. C isə 4-dür. 4-də də 2 dənə elektron var da cəmi. Düzdür. Burada yazdım 2. Sonra uşaqlar K 26, 1s2, 2s2, 2p6, 3s2, 3p6, 3d6, 4s2'dir bu. Düzdürmü? K 3-cü yarım səviyyədə. Baxıram 3s2, 3p6, 3d6. Yəni bunlar 3-cü yarım səviyyədə yerləşən elektronlardır. Toplasam bu neçə eləyəcək? 14. Amma Y isə artıq 4-dür. 4-də də 2 elektron var da. Yəni deməli uşaqlar burada ən böyük K-dır da bunların içində. Yəni say olaraq baxsaq K. A ilə B bir-birinə bərabərdir. 8 elektron. K böyükdür. A bərabərdir B-yə. C-də 2 elektron, Y-də 2 elektron. Həmçinin onlar da C ilə Y-dən böyükdür. Amma onlar da bir-birinə bərabərdir. Yəni cavab A variantı burada. 129, 130 eyni suallardır. Biz 130'u izah eləyək. Baxırıq. İyonların elektron formullarına əsasən X, Y və Z limitlərinin hansının yeri dövrü sistem cədvəlində düzgün verilməmişdir. Yaxşı, baxın burada 10 elektron. Burada 10 elektron. Burada 18. İndi mən 3-ünü çıxmışam 10 qalıb. Onda bu 13'dür. Alüminium. 2-sini çıxmışam 10 qalıb. Onda bu 12'dir. Magnezyumdur. Burada uşaqlar 18. Üzərinə 1 gəlmişəm 18 olub. Deməli əvvəl bu neymiş? Xlor imişdi 17. Deməli X alüminium 3-cü qrupdur. Olmalıdır. Magnezyum 2-ci qrupda olmalıdır. Xlor da bilirsiniz 7-ci qrupda olmalıdır. Düzdür. X-i 2-də və 3-də verib düzdür. İrq amma bizə 4-də verib səhv eləyib. Z-i də 6-da verib səhv eləyib. Düzgün verilməyənlər hansı oldu? Y-dən Z. 137-yə baxaq. İyonlar üçün ümumi olan nədir uşaqlar? 18 elektron, 18 elektron. Radius eyni ola bilməz. Yanlışdır. Elektron təbəqələrinin sayı, bəli, elektron sayı bərabərdirsə o da bərabərdir. Xarici elektron təbəqəsindəki elektronların sayı, bəli, o da uşaqlar elektron sayı bərabərdirsə bərabər. İyonlaşma enerjisi bərabər ola bilməz. Yəni qrup, dövr müxtəlifsə bunlar bərabər ola bilməz. Tam dolmuş elektron orbitalları, bəli, 18-dir də, axırı 3s2, 3p6-dır. Tam dolub. Deməli nə oldu? Baxaq, 2 oldu, 3 oldu və 5 oldu. 139'a baxaq. M və X-in hansı qiymətində atom həyəcanlana bilməz? Deməli uşaqlar, baxaq burada həyəcanlana bilməz. Əgər bu 2 olsa, bu olsa 1 həyəcanlanar. Deməli uşaqlar, o zaman uşaqlar həyəcanlana bilməz ki, P-də uşaqlar yer olmasın. Aydındır. Yəni 2 formasında, bir də ki 4 formasında. Baxın 2-də uşaqlar 2 formasında P5 deyil. Baxın P5 uşaqlar artıq burada yer yoxdur, aydındır. Yəni deyək ki məsələn S-dəki 2 elektrondan biri burada hara gələ bilər? 3 xananın 3-də doludur. Həmçinin uşaqlar bir də 6 elektron olsa elə olar da bu. 2 ilə 4. 140-cı sual uşaqlar. Elektron formulu. Deməli uşaqlar, burada bunu əvvəl tamamlasaq görək 18 elektron var. Bu 18 olması üçün bu 3 müsbət, daha doğrusu 2 müsbət ola gərək. Bu isə ola -3. Aydındır. Bizə deyir ki, indi 140-cı sualda. Y anyondur, bəli. X katyondur, bəli. İyonların əmələ
gətirdiyi birləşmə X, Y kimdir? Bəli uşaqlar, bu kalsiumdur, bu da xlordur. Kalsium, xlor 2 də düzdür. Bunların cəmi sıfırdır, yanlışdır. X və Y eyni qrup elementlərdir, yanlışdır. X və Y müxtəlif dövr elementlərdir uşaqlar. Bir dənə baxaq, X-dən Y müxtəlif dövr elementidir. Bəli, sıra nömrələrinə əsasən bu 4S2 4-cü dövrdür, bu isə 3-cü dövrdür. Ona görə müxtəlifdir. Nə oldu cavab burada? 1, 2, 3 və 6. 1, 2, 3 və 6. 141-ci suala baxırıq indi. Hansı ifadələr doğrudur? X və Z elementləri ion rabitəli. Bəli, X metal, Z qeyri-metal. Bəli, bu birinci qrup natriumdur uşaqlar. Bu fosfordur, bu da xlordur. Deməli, bir düzdür. 2 uşaqlar, baxırıq 2-yə. Baxırıq uşaqlar 2-yə. Z-in reduksiyicilik qabiliyyəti X və Y-dən böyükdür uşaqlar. Xeyr, Z oksidləşdiricilik qabiliyyəti yüksəkdir. Yəni xlordur da bu. Yanlışdır. Yanlışı buradan qoyaq. Y-lə Z bu birləşməni əmələ gətirir. Y Z5 baxıram. Baxın Y Z5, yəni P xlor 5 düzdür. Y atomunun radiusu X-dan və Z-dən X-dan böyük. Deyir ki, Y X-dan böyükdür. Xeyr uşaqlar, Y X-dan böyük deyil. Niyə? Çünki birinci qrupdan 7-ci qrupa doğru atom radiusu azalır. Ən böyük burada natriumdadır. Yəni X-da da ən böyük. X, Y, Z elementlərinin elektron mənfili ən böyük olan Z-dir. Bəli, xlor. Çünki elektron mənfili yüksək olan elementlər 7-ci qrupda yerləşir də. 1, 3 və 5 oldu burada cavab. Həmçinin 142 deyildi sualdır uşaqlar. 143. Atomun nüvəsində neçə proton var? 1s2, 2s2, 2p6, 3s2, 3p6, 3d10, 4s2, 4p3 kimi. Bura kimi uşaqlar 30'dur. Yəni bura kimi 30 saysanız, bir dənə də burada 3 var, 33. Həmçinin bunlar da eyni suallardır, izləyəmişik. Gələk buradan 147 uşaqlar. Deməli, baxın, valent elektronların sayı deməli 2 dənə olması elə hər ikisinə aiddir. Yəni aiddir bura. Sonra uşaqlar, baxın bir də burada deyə baxın, fosfor birləşməsində 5 atom var. Baxın, magnezium 3p2, kalsium 3p2. Yəni bunların hər ikisində 5 atom var. Deməli bu da A ilə D ən azından ortaqdır. Bunları tapdıq. Gəldi uşaqlar sonra müxtəlif olanlara. Baxın, magnezium elektron formulu 1s2, 2s2, 2p6, 3s2. Bu magneziumdur. Kalsium da 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s2 kimi. Düzdür. Baxın, deyir P yarım səviyyəsində olan elektronlar bütün elektronların 60%. Burada P'də 6 elektron var. Ümumi 12 elektron var. Burada 50%. Burada isə P'də uşaqlar, baxıram 2p6, 3p6, 12 elektron var. Ümumi 20 elektron var. Burada 60%. Bəli. Deməli bu hansına getdi? Kalsiyuma getdi də, düzdür B. S yarım səviyyəsində, buranı silək, S yarım səviyyəsində olan elektronlar bütün elektronların 60%. Burada S'də 6 elektron var, 50% daha doğrusu. Ümumilikdə 12 elektron var. Bəli, bu 50% verəcək biz 2 dəfə, düzdür. Burada isə baxın 2, 4, 6 və 8. 8 bölünsün 20 vurulsun 100 yazsaq, bu bizə verəcək 40%. Deməli 50% hansına aid oldu? Magneziuma. S yarım səviyyəsi 40%-də tapdıq kalsiuma da, yəni belə. Bu sualda belə həll olunur. Uşaqlar həmçinin 148-də belədir. 149-a baxırıq. Deməli uşaqlar, maksimum həyəcanlanmada maksimal sayda tək elektron olur. Yəni maksimal sayda valentlik olur. Yəni valentlik də maksimum qrupun nömrəsi ola bilər. Xlorda 7 olacaq, kürtdə olacaq 6, fosforda olacaq 5. İndi uşaqlar, baxaq görək elə bunlar hansı uyğundur? 149-cu sualda. Baxın, burada 7 dənədir. Birə D. Sonra uşaqlar, 5 dənə olan görək elə hardadır? 5 dənə olur. Daha doğrusu 6 dənə olan birinci lazımdır bizə. Kürt 6 dənə Y-də 5 dənə uşaqları var B variantında. Yəni D, Y, B. Yəni bunu uşaqlar hardan tapırıq? Misal üçün atıram Y-yə baxaq. 3s1 var. S-də bir dənə tək. 3, P3, P3 3-dəki elektron var. Sonra uşaqlar D-də də 2 dənə. Görürsünüz, toplasınız 6 dənə.
150, 151 bunlar sadə suallardır. Yəni uşaqlar, nə mənada? Baxın, A variantında neçə elektron var? 18. Qısa elektron formulunda da bura uyğundur. Bax, burada 13 dənədir, bura uyğundur. Burada 18 dənədir, bura uyğundur yenə. Burada da 16 dənədir uşaqlar. 16 hara uyğundur, bura uyğundur və s. Yox uşaqlar, 16 heç bura uyğun deyil, bu 14-dür. Yəni belə uşaqlar, sadə sualda da bunu izah eləmirəm dərindən. Həmçinin uşaqlar 152 də belədir. Demək uşaqlar, çalışdığım qədər hər fərqli sualdan izah elədim. Məsələn, bu səhifəni eləmədim. Nəyə görə? Çünki bunların hamısını izah eləmişik. Baxın, buralarda bu suallardan var. Ona görə. Bugün uşaqlar, bu video biraz da ürək açan olmadı açığı. Çünki yəni deyim, əhvalım biraz yerində deyil. Ondan bağlı inşallah gələn videolardan belə olmaz. Hər birinizə uğurlar arzu edirəm uşaqlar. Sağ olun inşallah. Görüşənədək növbəti videolarda. Videonu bəyənməyi unutmayın uşaqlar. Sağ olun, hələlik.